Salamlar müəllimələr. Bu günlər sizlər üçün yeni iş üsulu olan mikrofon iş üsulundan söhbət açacağım, yəni izahını verəcəm. Gəlin görək mikrofon iş üsulu nədir? Mikrofon iş üsulu şagirdlərin müəyyən olunmuş mövzudur, problemdir və yaxud da sual haqqında öz fikirlərini qısa, dəqiq, ardıcıl şəkildə şifahi ifadə etməsini təmin edən interaktiv təlim üsuludur. Yəni bu üsulda real və xəyali bir mikrofondan istifadə olunur. Şagirdlər sırayla mikrofonu bir-birinə ötürərək fikirlərini bildirirlər. Sonra mikrofon iş üsulunun məqsədi və əhəmiyyəti nədir? Budur ki, yəni şagirdlərdə natiqlik və nitq mədəniyyəti oyanır, məntiqi və operativ təfəkkürləri olur, fəal dinləmə olur, müzakirəyə cəlb etmə olur. Yəni şagirdlərdə şifahi nitq bacarıqlarını, fikrini auditoriya qarşısında sərbəst ifadə etməkdir, inamdır, bu qabiliyyəti inkişaf elətdirir. Sonra şagirdin qısa zamanda əsas məqamı seçib lakonik və aydın cavab verməyə həvəsləndirir. Digər yoldaşlarının cavablarını təkrar etməmək, mövzudan yayınmamaq üçün onların diqqətlə dinləməyə öyrədir. Sinifdə pasiv olan şagirdlərin dərs prosesinin qoşulmasına əlverişli zəmin yaradır. Sonra keçirmə mərhələsi necə olur? Deməli, sual, yəni mövzunun təqdim olunmasıdır, qaydaların xatırlanmasıdır, mikrofonun ötürülməsidir, bir də yekunlaşdırmadır. Keçirmə mərhələsi. Yəni sual, mövzunun təqdim olunması belədir ki, müəllim bütün sinifə birbaşa və yaxud da aydın bir sual ünvanlayır və müzakirə mövzusunu elan edir. Sonra qaydaları xatırladanda da cavablarını qısa 1-2 cümlə olması ilə, replikalarla və yaxud da dərhal müzakirələrlə icazə verilmədiyi bildirilir. Müzakirələrə icazə verilmədiyi bildirilir. Sonra mikrofonun ötürülməsi. Mikrofonu alan şagird cavabını deyir. Sonra o mikrofonu ötürür növbəti yoldaşına. Yekunlaşanda da müəllim səslənən fikirləri ümumiləşdirir, dərsin növbəti mərhələsinə keçid edir. Sonra mikrofonu tutan şagirdin sözü kəsilmir və onun fikri dərhal müzakirə olunmur. Şagirdin çıxışı vaxt baxımından məhdudlaşanda adətən 30-60 saniyə, fikri olmayan şagirdin mikrofonu cavab vermədən növbəti yoldaşına ötürə bilərlər.